Salam əziz izləyicilər. Bugünkü mövzumuz xəstəliklərin inkişaf mexanizmləridir. Əksərən xəstəliklər birdən-birə ağır şəkildə başlamır. Xəstəliklərin böyük bir qismi tədricən insan orqanizmində formalaşmağa başlayır. Bəzi infeksiyon xəstəliklər doğrudan da qəfil, ağır şəkildə başlaya bilər. Lakin infeksiyon xəstəliklərin özləri belə hətta böyük bir qismi tədricən başlayır. Onların gizli dövrü olur, başlanğıc mərhələləri olur və s. Xronik xəstəliklər isə demək olar ki, hamısı tədricən yaranır. Əvvəlcə xəstəlik ölüm vəziyyət olur, daha sonra gizli dövr inkişaf edir və yalnız bundan sonra xəstəlik özünü tam şəkildə göstərməyə başlayır. Hər bir xəstəliyin özü də inkişaf mərhələləri mövcuddur. Biz əgər xəstəlik ölü vəziyyətdə, xəstəlik tam formalaşmamış xəstəlikdən aşkara çıxarsaq, onun qarşısı alınması mümkündür. Amma əgər xəstəliyin ilerləmiş dərəcələrində onun aşkara çıxarsaq, həm onun müalicəsi çətin olar, hətta bəzən müalicəsi mümkün olmaz. Xəstəliklərin inkişaf mexanizmləri göstərir ki, bütün patoloji proseslərin istər kəskin, istər xroniki olsun, onun əsasında maddə mübadiləsinin pozğunluğu durur. Yəni metabolizm pozğunluğu. Bu söz hamımıza tanışdır. Klinik əlamətlər formalaşmamızdan əvvəl orqanizmdə müxtəlif metabolik proseslərin pozulması meydana çıxır. Sonra da isə konkret xəstəliyin yaranması üçün zəmin yaranır. Maddələr mübadiləsinin pozulması, karbohidrat, zülal, yağ, yəni lipid mübadiləsi pozulması, vitamin və digər mineralların mübadiləsinin pozulmasının misal göstərmək olar. Onların parçalanması, katabolizmi, metabolizmin pozulması misal göstərmək olar. Bunlar geri dönən və geri dönməz proses ola bilir. Əgər xəstəlik önü mərhələdə bunlar geri dönən olur və ona görə də xəstəliyin qarşısı almaq mümkündür. Amma növbəti mərhələdə artıq geri dönməz proseslər başlayır. Bu da artıq xəstəliyin müalicəsi çətinləşir və hətta mümkün olmur. Xəstəliyin ilerləmiş mərhələlərində bədən kompensatör ehtiyatı tükənir, resursları tükənir və artıq geri dönməz proseslər başlayır və bu proseslər xroniki hal alır və ömür boyu orqanizmdə davam edir. Və ömür boyu həmən xəstələr adətən ya preparatdan istifadə etməli olur, hər hansı dərman preparatından və ya ömürlük pəhriz stoluna riayət etməli məcburiyyətində qalır. Mövzumuza uyğun olaraq cəmiyyətdə ən çox əziyyət çəkilən xəstəliklərdən biri şəkərli diabeti misal gətirə bilərəm. Düz şəkərli diabet öz-özünə böyük bir mövzudur, amma qısa olaraq məlumat verəcəm. Şəkərli diabet, yəni qanda şəkər miqdarı həddən artıq çoxdur və hüceyrələr səviyyəsindən şəkər tam mənimsənilmir. Bu da artıq qanda şəkərin yüksək miqdarda olması hüceyrə hasarına, hüceyrə zədələnməsinə gəlib çıxar. Bu da bütün sinir sistemində, göz dibi sinirlərində, bütün damarların zədələnməsi, böyrək nefronların zədələnməsi və qaraciyər piylənməsində burada xüsusi vurğulamaq lazımdır. Bunlar ciddi fəsadlara yol açır. Əgər şəkər diabetin əvvəlcədən məlumat olsa ki, artıq bu şəkərli diabet xəstəsidir, artıq şəkərli diabet bu xəstədə yaranır, onun vaxtından şəkərin nizamlanması bu fəsaddan qarşılamaq olar. Amma əksərən insanların vaxtında müayinələrdən keçməməyi gizli şəkərin illərlə davam etməsinə səbəb olur və gizli şəkər illərlə orqanlarda ciddi həsar yaradır. Və xəstəlik aşkara çıxanda isə bir neçə orqana zədələnməyinin şahidi oluruq. Ona görə hər bir xəstəliyin yaranmamışdan əvvəl o xəstəliyin qarşısının alınması o xəstənin müalicəsindən qat-qat asandır və mümkündür.